Hidrosferdən bizə lazım olan nələrdir? Xəritəni bilmək mütləq şəkildə. Xəritə sualı onsuz da bu vacibdir, xəritəni bilmək. Və ümumiyyətlə xüsusən nəyə fikir verin? Siyasi xəritədə Mərkəzi Asiya ölkələrinə, Avropanın ölkələrinə atmayın indi qrupa. Ora fikir verin. Bir də Mərkəzi Asiya ölkələrinə fikir verin xüsusən. Xəritələrin quruluşuna fikir verin, ölkələrin quruluş formasına ki, olur ki, kontur xəritə sualı verir, düşür. Misri məsəl üçün, bax, belə deyim də sizə. Braziliya, Argentina, Meksika, ABŞ, Kanada, Misir, sonra Özbəkistan, Türkmənistan, Qazaxıstan, Çin, Yaponiya, bu kimi ölkələrə xüsusən Hindistan, bu ölkələrə xüsusən fikir verin. Həm xəritəsinə fikir verin, həm də biraz özünüz də baxın da, nə bilim, elə əhalisinə də baxın, yerləşmə ərazisinə baxın, hansı yarımkürədə yerləşir, tropik xətti kəsirmi, Qrinviç kəsirmi bunları, nə bilim, belə şeylərə fikir verin. Çünki bu ölkələrdən sual düşə bilir. Kənd təsərrüfatına fikir verin bu ölkələrin, adını çəkdiyim ölkələrin xüsusən də. Oradan yəni ki, hər hansı sual gələ bilər. Xəritədəkin qalanındakın bu suyun dövranıdır falan bunlar düşəsi bir şey deyil, sahələr düşəsi deyil. Dənizlər düşər, coğrafi mövqeyinə görə dənizlər gələ bilər, sual ola bilər. Burada zənnimcə elə bir problem yoxdur. Sadəcə olaraq diqqətli olun ki, adalar arası dəniz deyəndə orada iki adanın arasında ən azı iki adanın arasında yerləşməlidir. Bir tərəfi artıq materikə düşürsə bu adalar arası dəniz hesab olunmur. Bu kənar dəniz hesab olunur. Buna fikir verirsiniz. Körfəz, Boğaz, ada, yarımada. Adalardan nəyə fikir verin? Materik, vulkan və mərcan mənşə adalar qrupa ayırmağa. Xüsusən də materik və vulkan mənşə adaları çalışın ki, bir dəfə üzərisindən keçib gedin ki, hansılar materikdir. Materik mənşə adalar əsasən böyük adalardır. Vulkanik mənşə adalar daha çox kiçik adalar. Ən böyük vulkanik mənşə ada İslandiya adasıdır. Bu yadımızda qalsın. Sonra Qrenlandiya, Madaqaskar, Yeni Qvineyadır, Madaqaskardır, nə bilim, Baffin torpağıdır. Bu adalar əsasən böyük adalar hesab olunurlar. Ərəbistan, Hindistan yarımadaları əsas böyük yarımadalardır. Ərəbistan Skandinav yarımadasındakı bütün ölkələrin Dünya okeanına çıxışı var. Hindçin yarımadasında yerləşən ölkələrdən Laosun Dünya okeanına çıxışı yoxdur. Sosialist ölkədir Laos. Sonra Kalimantan adasında məsəl üçün monarxiya dövlətlər var. Malaziya, Bruney, orada həm mütləq, həm də konstitusional monarxiya var. Kalimantan adasında federativ idarəetmə formasına malik olan ölkə biz görə bilərik. Kalimantan adasında e, orta qırışıqlıq mərhələsinə aid olan süxurlar var. Malakka yarımadasından Kalimantanın məsəl üçün oxşar xüsusiyyəti. Hər ikisi məsəl üçün geosinkron qurşaq daxilində yerləşir deyə bilərik. Hər ikisində federativ monarxiya mümkündür deyə bilərik. Hər ikisində orta qırışıqlığa aid süxurlar görə bilərik. Hər ikisinin sahilində sakit okean suları yuyur. Amma Malakkanın sahilini həm də Hind okean suları yuyur. Diqqətli olun orasında. Sonra adalardan başqa ağlıma gələn nə var? Məsələn, Madaqaskar adası iki işıqlanma quşağı, iki iqlim quşağında yerləşir. Buyur Cəvdə. Müəllim, məsələn, Rift var idi, bir də Rif var idi da. Məsələn, Aha. Rift platforma da o şeydə keçdi, toqquşma şeydə ayrılmadan yaranan şeydə Rift T olan. Amma Rift isti ərazidə yaranırdı da, T Ha, bax, olmayan. mərcanlar rif yaradır və atollar yaradır. Bu da ki, şeydir, sahilə yaxın və uzaq yerləşməsinə görə fərqlənir. Amma tavaların toqquşmasında, ayrılmasında, daha doğrusu okean tavalarının ayrılmasında rift dərələri yaranır. Onun sonunda T da var. Rifin sonunda T da var. O artıq ayrıdır. Yəni rift dərəsi məsəl üçün geosinkronal proses əsasında yarandı. Amma riflər canlı orqanizmlərin, mərcan qalıqlarının təsirindən yaranmış olurlar. Bir də gəl bunu da deyək, mərcan mənşəli adalar, məsəl üçün, yalnız tropik işıqlanma qurşağında mı yerləşir? Xeyr, mülayim işıqlanma qurşağında görmək mümkündür, çünki tropikə yaxın olan hissəsində olacaq. Çünki mərcanın yaranması üçün nə lazım idi bizə? İstilik lazım idi. Duzlu su, isti su bu ərazilərdə yarana bilir. Duzlu suda niyə yaranır? Çünki duzlu su isti su axı ona görə. Yəni suyun temperaturu çoxdur deyə, ərazinin temperaturu çoxdur deyə, buxarlanma çox olur deyə, suyun da duzu çox olduğuna görə bu səbəbdən ola biləcəkdir. Bax elə ona da baxın, duzluğun yayılması var. Ekvatorda 34-35 promil eləmi? Mülayimlə tropikada 36-37 promil, 33 promil, hardasa mülayimə düşürdü, 32 promildə qütblərdə. İndi rəqəmlər çox elə vacib deyil orada. Əsas məsələ azalma artma arzularına fikir verin ki, ekvatorda az, tropik çox, sonra yenə azalır.
Yəni eyni radiasiyanın dəyişilməsində olduğu kimi idi bu da qrafiki. Hə, bu belə. Mərcan mənşəli adalar məsələn deyir qırmızı dənizdə yarana bilərmi? Təbii ki, yarana bilər. Çünki qırmızı dəniz tropik xətti kəsib keçir deyə yaranacaqdır bu ərazidə. Ərəbistan dənizi məsəl üçün tropik xətti kəsib keçir. Benqal körfəzində duzluluğun az olması niyə az oldu? Həmin regiona görə. Çünki bura tökülən bol sulu çaylar var idi deyə az oldu. Yəni bu şəkildə. Yenə siz də özünüz də bir dənə fikirləşin. Görün ağlınıza nəsə belə bir qəribə-qəribə şeylərdən gəlirsə, deyin, izah verək, baxaq ona da. Boğazlar mütləq şəkildə uşaqlar, düzdür. Biz boğazları sual cavab verdik. Mənim boğazlardan sizin narazılığım olmadı. Bir də okean cərəyanları mən xoşum gəldi sizin cavablarınız. O döngülər falan var ki, onlar qəşəng bildiniz. Xoşum gəldi oradan. Hə, o düşsəl zənnimizə problem yaşamarıq. Yenə də fikir veririk. İsti soyuq cərəyan var. İsti cərəyan keçdiyi ərazidə rütubət, meşə landşaftı. Soyuq cərəyan keçdiyi ərazidə quru hava, səhra landşaftı yaranır. İsti cərəyan keçdiyi ərazidə su səthində buxarlanma çox olur deyə duzluluq çox olacaq. Soyuq cərəyanda isə buxarlanma azdır deyə olacaqdır, duzluluq az. Soyuq cərəyan soyuq enlikdən isti enliyə gəlir, isti cərəyan isə isti enlikdən soyuq enliyə gedir. Məsələn, isti deyir ki, sual verir, tropiklərin hava kütləsini nə bilim mülayimə aparan cərəyan. Artıq burada isti cərəyandan söhbət gedir. Və yaxud da mülayimin havasının tropiklərdən artıq soyuq cərəyandan söhbət gedir. Olduğumuz enliyə həmişə fikir veririk. Suallarda olanda enliyə fikir veririk. Enlik hardadırsa, ondan məsələn şimalda yerləşən bir enlik özündən şimal ərazi daha soyuq olur, cənub daha isti olur. Gələn hava kütləsinin təsirinə aid sual düşə bilər məsəl üçün. Bu belə. Sonra hidrosferdən başqa nə deyək? Bu okeanlar haqqında sıxlıq, duzluluq düşər. Duzluluq məsələsinə aid sual düşər. Diqqətli oluruq duzluq məsələsinin suallarında. Yəni məsəl üçün filan qədər okean suyundan nə qədər duz əldə edərəm? Hə, standartda məsəl üçün deyək ki, 1 litr okean suyunda nə qədərdir? 35 orta duzluluq 35 promildir. Yəni 35 qram deməkdir. Bu 1 ton suda 35 kiloqram deməkdir. Hə, məsələn 10 ton suda nə qədər duz var? 350 kiloqram nə var? Duz var. Sadə sualdır. Amma bir dənə bizdə deyək ki, harda çətinlik çəkdiyimiz sual olurdu nə? Suyun üzərindən şirin su əlavə etmək və ya da ki, su almaq. Deyək ki, 1 litr su var idi. Bunun duzluluğu belə bir sual var idi. 20 promilə bərabər idi. Bunun üzərisinə 50%-ə qədər su əlavə etdik. 50% nədir? Bunun 0,5-dir deməkdir. Və üstə gəldik 0,5-i aldıq 1,5-dir. 1 litrimdə nə qədərdir? 20. Bəs 1,5-i nə qədərdir? X-dir. Bu tənasibi quran zaman tənasibi çarpaz yox, qarşı-qarşıya vururduq. 1,5-i vururdun X-ə, biri də vururdun 20-yə, tapırdın ki, məsəl üçün filan qədərsə. Bu 30 deyəsən, böləndə 20 alırdıq. Hə, belə bir şeydir. Sonra ən duzlu dəniz Qırmızı dəniz, ən az duzluğa malik olan dəniz Baltik dənizidir. Hə, fikir verin nələrə uşaqlar. Bunları biz sizdən çox sual cavab elədik. Dənizlərin sahilində Baltik dənizinin, Qara dənizin sahilində yerləşən ölkələrə məsələn çox xüsusən fikir verin. Sonra boğazdır, ada, yarımada, dəniz. Bunlar biz çox ələk-vələk eləmişdik. Yəni ki, biz bunu ilin əvvəlində də gələndə bir dəfə burada qaldıq. Bu mövzuları obşi təkrara qayıtdıq, təkrar elədik, gəldik. Biz bunları sual cavab verəndə hamısını bir dəfə götürdük. Materiklər üzərisindən hissə-hissə ayırdıq, təkrar elədik bir dəfə. Bir dəfə də təkrar yenə gəlmiş. Aslında biz hidrosfer bölməsində gələndə biz 3 dəfə təkrar eləmişdik, yəni mövzuları demək olar ki. İzoxəttlər. İzoxəttlər şeydə Əli bunu Mövlud bunu sənə həvalə eləyirəm. Yəqin gedərsən. Bəli. Güvənin kitabında arxa tərəfini aç. Orada izoxəttlər olan hissəsi var. Onun şəklini çəkib göndərərsən qrupakin izobar, izobat, izoqalin, izogeyt bunlar hamısı nə olduğu orada var. Onlara yenə də Tamam. ki, qrupda bir dəfə də göz gəzdirin özünüzdə. Exolotdan göndərən səs siqnalına aid sual düşərmi? Ki, əvvəlki də qəbula düşmüş sualdır, sadə sualdır. Diqqətli oluruq nəyə? Səsin gedib gəlməsi, məsələn, deyir ki, səsin geri qayıtması filan qədər vaxt aldı da. Yəni ki, bu səsin geri qayıtmasından sual verilirsə, ikiyə bölməlisən. Çünki gedib gəlmə var. Amma belə bir sual da verə bilərik. Deyir ki, okean dibindəki çökəkliyə göndərilən səs siqnalı, məsəl üçün, getdi, çatdı 5 saniyəyə. Artıq burada ikiyə bölmürsən. Bax, diqqətli olun, bax bu hissəsində sual gələ bilər. Desək ki, gedib gəlib, gedib qayıtması məsəl üçün, belə qayıtmasına desə eləcə 5 saniyə vaxt sərf olunub. Artıq burada 5-i 2-yə bölməlisən. Yox, deyir ki, okean, gəmidən göndərilən səs siqnalı okean dibindəki çökəkliyə çatması 5 saniyə vaxt almışdır. Hə, dərinliyi müəyyənləşdirin. Nə edir? Artıq 5-i vururuq 1500-də, füsyo, 2-yə bölmə aparmırıq. Bax, burada diqqətli olun. Buradan sual gələ bilər belə.
Sonra baxaq buradan başqa nələrə. Küləklər, dalğalar düşəsi bir şey deyil. Bunlar, hə, cazibə qüvvəsi şey nədir? Günəş və ayın cazibə qüvvəsi qabarma çəkimi yaratdı. Gəmiçiliyə kömək etdi bu, balıqçılığa kömək etdi. Bir də ki, enerji əldə olunur. Qabarma elektrik stansiyalardakı mövcuddur deyəcəyik. Bor hadisəsi adlanır çayda. Ən böyük qabarma hadisəsi Fandi körfəzində olmuşdu. 18 metr çatmışdı cərəyanlar. Bunlar da dedik, Somay cərəyanı analoq olmayan cərəyandır. Digərlər Krosiyor, məsəl üçün Qolf Stream analoq olan cərəyanlardır və ya sən digərlər Mozambik, Braziliya deyə bilərik. Peru və yaxud da ki, Qərbi Avstraliya deyə bilərik ki, analoqu olan cərəyanlardır. Bu da belə. Bu da bu. Çaylar, burada da biz ətraf şəkildə danışdıq. Burada nə deyim, kim eləsin bunu? Bunu Cavid eləsin. Cavid, internetdən şey eləyərsən, Hə, araşdır. Orada məncə Osman müəllimin olmalı şəkillər, xəritənin. Avropa, Asiyanın çaylarının xəritəsi var. Orada internetdə görərsən. mən görürəm. Hə, onları şey edirsən. Ümumiyyətlə də hamısını tapsan Şimali Amerika, Cənubi Amerika hamısını. Onların şəklini qəşəng bir dənə yüklə atırsan qrupa, ümumi qrupa. Onlara da baxırsınız. Yəni mən onu bir-bir danışacaq deyiləm artıq. Buyur, Mövlud de görək. Cəmlə de görək. Nə deyirsiniz? Cəmlə de buyur. Ay müəllim, Qvineya körfəzi var ya, o Afrikanın o tərəfində, qərbində. Məsələn, O oradan tərəf. isticmar. Coğrafyanı nə qədər mükəmməl öyrəndiyimiz bu boyda dərsdən sonra bir daha sübut olundu ki, Afrikanın o tərəfində, qərb tərəfində yox, o tərəfində. Bəli. Elə bir yol izah edirik. Hə, Oradan isticmar keçir də müəllim. hə, keçir. Anqola cərəyanı keçir də oradan isti cərəyan. Orada Ekvator Kongo çayının mənsəbində rütubətli tropik iqlim yaradır. Sonra nəyə fikir verin, deyim mən sizə. Buyur Mövlüt, de, hə, sənə fikrini. Mən bu Somay cərəyanının analoğun olmamanın səbəbi nə idi? Bunun səbəbi oydu ki, Şimal. bu cərəyan əslində isti enlikdən elə bil ki, soyuq enliyə tərəf Soyuq olub getməsi şimala idi. doğru əsməsi idi. Şimala doğru gedir. Və əslində şimaldan cənuba doğru gəlmədi, amma bu şimala doğru getdi. İndi bunun orada yaranması haqqında düzdür. Elə bir ətraf şəkildə mən əlimdə məlumat yoxdur, açıq deyim. Amma belə bir müzakirə gedirdi ki, bir vaxtı orada Somal yarımadası ərazisi yüksəklikdir. O yüksəkdən gələn ərazidən gələn soyuq hava kütlələri gəlib orada o Somal cərəyanı nə edir? Formalaşdırır. Amma tam bildiyim ki, %100 bu məlumat hardasa kitabda var. Xeyr. Yəni biz ola bilər, deyil, həmişə belə bir şey var axı bizdə ikinci coğrafiyada. Biz dimin proqramından qəbula gedirik. Amma ola bilər ki, orada dimin proqramından fərqli şeylər də ki, ola bilər. Kitab bunu fərqli yaza bilər. Yəni mənim əlimdə olan məlumat bundan ibarətdir. Araşdırmışam da əlavə bir ekstra məlumat tapmamışam da, yəni o cərəyanın formalaşmasını. Başqa var sualınız? Həmişə mən sizə sual cavab verirəm. Bu gün siz mənə sual cavab verin. İlahi ədalət. Tamam, sizdən sual cavab edən olmaz. Çayları nəyə baxırsınız uşaqlar? Çayların iqlimlərinə baxın əsasən. Xüsusən haranın çayına baxın. Avropanın çaylarına bax. Çaylar adları deyirəm, ora xüsusən baxırsınız evdə. Demək, Mississippi, yenə mən özüm də görüm, vaxt olsa birazdan araşdırıb bu haqda əlavə PDF formasında ataram sizə qeydləri. Deməli, Mississippi çayına baxırsınız. Sonra Amazon çayı, Mississippi, Amazon, Parana çayı, Dunay çayı, Volqa çayı, Amudərya, Sırdərya, Xuanxe, Yansı, Hind Qanq çayı, Dəzrə, Fərat çayı, Kongo çayı, Nil çayı. Bu çaylara xüsusən fikir verin ha. Xüsusən də Avropanın çaylarına fikir verin. Ob çayına da baxın ha. Ob, Yenisey çaylarına fikir verin onlara da. Ha, bu addan çəkdiyim çaylara xüsusən baxırsınız. Yerdə qalan lakin Avropanın çayına xüsusən baxın. O çayların iqlimlərinə də fikir verin. Ha, iqlimlərindən sual gəlir. Çünki mənbə və mənsəbi deyir, məsələn, mülayim iqlimdə yerləşən şeylər və yaxud da ki, işğalma qurşaqlarına falan fikir verin. Bax, belə şeylərə baxın. Yəni gedib evdə daha bir həftə qalıb oturum falan mövzuları oxumalıyam məsələsi deyil də. Mən nə deyirəmsə, oturub sırf onların üzərində çalışın, onlara baxın ki, bunlar imtahana daha çox düşmə ehtimalı olan mövzular. Hə, indi imtahana hansı düşəcək, onu mən tam dəqiq deyə bilmərəm. O bəzi müəllimlər var ki, şeydilər, fala baxırlar, deyirlər. Mən amma deyə bilmirəm onu. Mən o qədər yaxşı müəllim deyiləm deyəsən.
Sonra meyandır. Bu bilirik. Dəfələrlə artıq bunu çeynəmişik. Düsturlar mütləq şəkildə aslan sənin problemin vardı. Baxın bura. Sıxlıq uzunluğu bölürsən hövzəyə tapırsan ki, sıxlıq nə qədərdir. Sonra düşmə mənbə mənsəb fərqidir. Meyillik düşmə bölünsün uzunluqdur. Su sərfi en kəsiyin sahəsinin sürətə vurulmasıdır, hasildir deyəcəksiniz. Bunlar belə. Daşqınlar olar. Məsələn, yeraltı su ilə qidalanan çaylarda su sərfi çox az olur, dəyişmir daha doğrusu az olur yox, su sərfi dəyişmir. Kəskin dəyişmə müşahidə olunmur. Qarla, buzlaqla qidalanan çaylarda su sərfi kəskin dəyişir. Su sərfi çaydan axan suyun miqdarı ilə ekvatorun çaylarında su sərfi az müşahidə olunur, çox dəyişmir. Bir ölkə ərazisindən keçən çaylara fikir verin. Olar ki, sual gələr ki, səndən tranzit çay soruşarkən tranzit çaylar məsəl üçün hansılardır və ya da ki, bu çay tranzit çaydırmı? Mən belə danışıram uşaqlar. Baxın da indi deyin, orada nəsə hardasa qaranlıq qalan bir yeri varsa izah edin bizə. Sonra göllər bax bu köhnə şey də idi. Bir dənə deyim mövzu bunu. Köhnə kitabda gölləri çox verdilər, amma indi yeni kitabda sağ olsunlar azaldıblar. Cıvanixa gölü. İnan ki mən bunu axtarmışdım, internetdə tapmamışdım. Bu göl harda yerləşir yəni göl mənə məlum deyil. Bunu mən güvən haram tapıb çıxarıb. Yəqin ki Gürcüstana falan yerləşir. Adı biraz Gürcü adına oxşuyur. Demək bu. Mənim Nigerlə Volta çayları mənsəbli Qvineya körfəzi gedir, yoxsa Güney Atlantik körfəzidir. okean? Atlantik bir sınav yazırsan. Yazmışam hə. Hə. O sınavda da elə ipa Atlantik taşmış Okyan qaldı deyil. variant. Atlantik Okyan deyil. Qvineya körfəzidir. Belə. Başqa buradan. Göllərdən şirin sulu, şor sulu, məsəl üçün Mərkəzi Asiyanın göllərinə xüsusən fikir verin. Onların yerləşdiyi ölkələrə baxın. Orada məsəl üçün gölün adını verib səndən sual soruşa bilər. Ölkəyə aid belə şeylərə baxın. Məsələn, Balxaş gölü Qazaxıstan, diqqətli olun. Sonra İssıqul Qırğızıstanda diqqətli olun. Xubuskal Monqolistanda, Lovnorla Kuknor Çində yerləşir. Onlara diqqətli olun. Sonra Venerin Vetterin İsveç'idi. Inari Sayma, Ladoga Onega. Inari Sayma Finlandiya, Ladoga Onega Rusiya ərazisində yerləşirdi. Axarlı göllərdir, şirin sulu göllərdir. Xəzər dənizindən Xəzər dənizindən xəritəsinə baxsanız, düşən sualları yazarasınız. Xəzər dənizindən danışaq biraz. Biz bunu sual cavabını təkrarlayırıq, amma sual cavabını eləməmişik deyəsən, eləmi? Qaldı bu. Çatdıramadı oranı. Aradan çıxdı getdi. Xəzər dənizinin coğrafi mövqeyini üç hissəyə ayırırsan. Şimalı, nə bilim, şimal çox ayırdım yuxarıdan. Şimal hissəsi, mərkəz hissəsi, bir də ki, yaxından bulaşan cənub hissəsi olmaqla üç hissəyə ayırırıq. Şimalla cənubun müqayisəsi çox düşən bir şeydir. Şimal dayaz, cənub dərin. Şimal soyuq, cənub isti. Şimalda duzluluq az, 1-2 promil, cənubda 13-14 promil. Mərkəz hissədə Azərbaycan yerləşir, Türkmənistan yerləşir əsasən. Sonra mərkəz hissədə Dərbənd çökəkliyi var idi. Bu 720 metr olmalıdır dərinliyi deyəsən. Cənubda Lənkəran çökəkliyi ən dərin yeridir. 1025 metr dərinliyə malikdir. Sonra yarımadaları var idi. Biz belə demişdik bunu. BMT. Buzati, Mangistal, Türkmenbaşı, bir də Çərəkən yarımadası da var idi burada. Aqraxan yarımadası, Miyanqala yarımadası, bunlara fikir veririk. Ən çox qazı buradan Qazaxıstan, ən çox nefti Qazaxıstan, ən çox qazı Azərbaycan çıxardırdı. Türkmənistanın burada Qarabozqol körfəzində nə çıxardırdı? Qlabur düz çıxardırdı. Bunlardır. Başqa Xəzər dənizində ekoloji problemi var, səviyyə tərəddüdü var, səviyyəsi getdikcə azalır, aşağı düşür. Bunları deyə bilərsiniz. Xəzər dənizindən. Bir də Xəzər dənizində bir şey var idi. Qoy onu görüm tapıram mən. O hardaydı? Ay Allah. Qışda şimala 0.5 temperaturu sahələrində baş verir. O bizə dəqiqə görüm. Bir maraqlı məlumat idi. Demək, Xəzər dənizinin təbiətinə təsir edən mühüm amildən biri də subtropik qurşaqda. Bax, mülayim və bir də güvənin sınağı da var idi. Mülayim və subtropik qurşaqda yerləşir. Bu yadımızda qalır. Xəzərə daxil olan arktik, mülayim tropik hava kütlələri suyun temperaturunun, duzluğunun qeyri-bərabər paylanmasına və mürəkkəb hava dövranının yaranmasına səbəb olur. Bax, bu iki cümlə buradan yadda qalsın. Sonra,
Bir də sən de fikrini görüm mən tapıram başqa bir nəsə. Nə fikri müəllim? Bir cəmlədir. Hebəm şey sənə qaldıram. Cəmlə buyur. Hava axınları cənubdan şimala gedir də, şərq tərəfdə. Hə, bax bunu deyirdim, ay sağ ol. Xəzər dənizinin axınları Volqa çayına böyük təsiri vardır. Axınlara Volqa çayının böyük təsiri vardır. Axınlar Xəzərin qərb sahillərinin boyunca cənuba doğru, qərbində cənuba doğru gəlir. Şərq sahili boyunda isə şimala doğru gedir. Yəni bunun döngüsü belədir, bax, belə dönür. Elə bil ki, bu şəkildə döngü var. Cəryanlar var bunun içərisində. Bu cəryanların döngüsü o formada gedir. Xəzərin qərbində biz tərəfdə şimaldan aşağı gəlir. Elə bil ki, Rusiyadan bizə gəlir, belə düşünün. Şərq tərəfdəki cənubdan şimala gedir. Yəni bax bunları əzbər bilirsiniz ki, yadda saxlayırıq ki, qərb sahilləri boyunca cənuba, şərqdə isə şimala doğru getdi hava axınları. Sonra buradan mülayim subtropik iqlimdə yerləşdi. Bura arktik, mülayim və tropik hava kütləsi təsir etdi. Bax bu əsas Xəzər dənizindən yadda qalmalı olan məlumatlardır. Sonra buzlaqlar, bataqlıqlar, yeraltı sular, buzlaq, qar xətti. Qar xəttindən danışaq biraz. Həmişə karxırıq. Qar xətti uşaqlar ekvatordan qütbə doğru getdikcə hündürlüyü azalır. Belə düşünün bunu. Enlik dərəcəsi artdıqca hündürlük aşağı düşür. Ekvator alçaq enliklərdir, qütblər yüksək enliklərdir. Yəni yüksək enliyə doğru getdikcə qar xəttinin azalmasını görürük hündürlüyünün. Ekvatorda qar xətti keçir məsəl üçün 5000 metrdən, qütbdə qar xətti keçir 0 metrdən. Ural dağlarının hündürlüyü 1895, yəni təxminən deyək 2000 metr olan bir dağda biz qar xətti görə bilirik. Amma məsəl üçün gəlirik, deyək ki, Kilimanjaro dağında biz qar xətti görmürük. Niyə görə? Çünki bu ekvatora yaxındır. Hava daha isti olduğuna görə burada qar xətti yoxdur. Yəni bu 5000 metr, bunun 6 metrə yaxın bir hündürlüyü var da. Amma 2000 metr ərazidə qar xətti görürsə, demək nədir? Hava soyuqdur deyə qar xətti aşağı düşür. Qar xətti yəni qarın il boyu donub qaldığı ərazidir. Burada ilin 12 ayında qar, buzlaq görə bilirik yəni. Məsələn biz buzlaqla qidalanan çaylar da deyəndə Amudarya, Sırdarya məsələn buzlaqla qidalanan çay idi. Bir də keçən dəfə sən Əli yazmışdın ora şərh, mən yazdığımın altda Əli adında bir nəfər şərh yazmışdı. Mekong yarımadasında çaylar verilib. Hələ yox desiniz. Hə, Mekong yarımadası ərazisində çaylar verilib. Oranın çaylarının bol sulu olmağının səbəbini deyir. Yəni o çaylarda məsəl üçün buzlaq qidalanması da var deyə bilərik. O ərazidə Cənub-Şərqi Asiyanın, Şərqi Asiyanın çaylarında. Çünki mənbələri yüksək dağlıq ərazidən başlayırlar. Sonra buzlaqlardan uşaqlar, örtük buzlaqları, yəni qəbul sınaqda da düşmüşdü. Materik buzlaqları, dağ və örtük buzlaqları bölünürlər. Örtük buzlaqları qar xəttinin sıfıra yaxın olduğu ərazidə Antarktida, Qrenlandiya və bəzi qütbətərafi adalarda yayılmışdır. Bütün buzlaq sahələrinin 98,5%-ni örtük buzlaqları tutur. Yerdə qalanlar dağ buzlaqlarıdır. Örtük buzlaqları belə deyək də, orta qalınlığı 2000 metrə qədərdir. Maksimum isə 4005 metrə qədərdir. Günbəzvari və ya qalxanvari formaya malik olan örtük buzlaqları öz ağırlığı nəticəsində kənarlara doğru hərəkət edir və qırılaraq dənizə düşür, aysberglər yaradırlar. Yəni bu örtük buzlaqları materik buzlaqlarıdır. Dağ buzlaqları var, bir də okean buzlaqları. Məsələn, bu dəfə qəbul sınaqda belə düşmüşdü, okean buzlağı düşmüşdü. Biz əsasən burada düz ikisini öyrənirik. Dağ buzlağı quru ərazisində dağın üzərisində yaranan buzlaqdır. Bu sadə bir şeydir. Örtük buzlağı Antarktida materikində, Qrenlandiya kimi soyuq ərazilərdə yaranan nəhəng buz dağlarıdır. Qar illərlə yağanır. Amma okean buzlaqları nədir? Okean buzları okean səthində suyun donmasından yaranır. Belə deyir. Məsələn, qarın yağmasından, atmosfer yağıntısından yaranır. Bu artıq örtük buzlağı və ya dağ buzlaqlarıdır. Yox, suyun donmasından artıq nədir? Bu okean buzlağıdır. Şirin sudur digəri. Şor sudur, okean buzlaqları. Daha qalındır digərləri, materik və ya dağ buzlaqları. Amma nazikdir okean buzlaqları. Çünki okean dibinə qədər donmur deyə ona görə müəyyən üst qatında müəyyən bir səs donacaq deyə okean buzlağı daha nazik olacaq deyəcək. Buradan da bunu bilsək bizə kifayətdir. Bataqlıqlardan uşaqlar. Bataqlıqları hədəfin kitabı qəşəng verir. Bu kitab hanı tapsam evdə də ki maşallah olsun olmayan kitab yoxdur. Tapsam onun şəklini də sizə göndərərdim. Baxın, bu da
Onun şəklini atıram. Bir dəqiqə səbirli olun. Ona mütləq şəkildə baxın ha. Çünki düşə bilər. Bataqlıqdan sual gələ bilər. Alt və üst bataqlıq olmaq bataqlıqlar iki yerə ayrılırdı. Alt və üst bataqlığın fərqləri var ki, fərqləri nədir? Məsəl üçün, torfun qalınlığına görə fərqlənə bilər. Deyək ki, üst bataqlıqda torfun qalınlığı daha çoxdur, amma alt bataqlıqda torfun qalınlığı nədir? Daha azdır. Ümumiyyətlə, bataqlığın yaranması üçün hansı şərait lazımdır bizə? David, buyur. David, Müəllim, dərs nə vaxt qurtaracaq? nəsə işin var? Tamamda hazırlığım var. Biraz test işləməli idim ona görə. Hazırlığın varsa çıxa bilərsən, problem yox. Biz danışırıq. Hə, işini də qoy bizdə. Hə, sonra atdım qrupa göndərdik. Deməli, burada əsas məsələ fikir veririk bax bunlara. İndi bunu mən nətər eləyim ki, bu niyə belə tərs məsəf düşdü ki? Hə, bu belə. Hara düşdü? Ekranda da ki, balaxan zibiliydi ekran deyil. Bundan sonra var. Biri budur, buna fikir veririk. Bir də budur. Hə, mütləq şəkildə uşaqlar, bu iki dənə şəklə nə edirik? Fikir vermək lazımdır ki, buradan sual gələ bilər. Gəlmə ehtimalı olar. Deməli, burada bataqlar verir. Bax, Safıqan mamırı yadımızda qalır ki, bataqların yaranmasına təsir edən amillərdəndir. Meyillik az olmalıdır, yağıntı olmalıdır. Bunlar varsa artıq burada bataqlıq yarana bilər. Alt bataqlıqlarda, keçmiş göl yataqlarında yaranır. Bunlar yeraltı sularla, quruntu sularla qidalanır. Yeraltı su ilə qidalanır deyə su keçirən suxur üzərisində yerləşir. Bax, diqqətli olun. Amma üst bataqlıqlar atmosfer yağıntılarla qidalanır deyə orada su keçirməyən suxur qatı üzərisində yerləşəcək deyəcək. Bir də meşə çöl zonalarında yayılmışdır alt bataqlıq. Torfun da qalınlığı nazikdir deyəcəksən. Bir də fırasat görən gələrmi? Gəlmir. Hə, digərində isə bir də bunu deyim ki, bax, alt bataqlıqlardan torfundan üzvü gübrə kimi istifadə olunur. Bu yadda qalsın. Demək, alt bataqlıqdan gübrə kimi istifadə olundu. Su keçirən qat üzərisində yerləşdi. Quruntu sularından qidalandı. Bunları deyirsiniz. Xüsusən bunlar yadımızda nədir? Qalsın. Bundan başqa üst bataqlıqlarda su keçirməyən qatda oldu. Meşə, tundra, tayqa zonasında olacaqdır. Bir də dərman kimi torfundan dərman əldə edirlər. Qalınlığı da torfun daha çoxdur. Bu da yadda qalır. Vasyugan bataqlığı dünyanın ən böyük bataqlığıdır. Qərbi Sibir ovalığında yerləşir Rusiya ərazisində. Bir məsəl üçün o olimpiyadaya düşmüşdü. Olimpiyadada var idi. Bu belə. Sonra gəldik buradan bataqlıqları da dedik getdik. Yeraltı sular arteziyan sular, layarası sulardır. Layarası sular arteziyan sulardır ki, bunlar təzyiqlə çıxır yer səthinə. Quruntu suları eləcə birinci su keçirməyən qat üzərisində yerləşəcək. Onlar yer səthinə sərbəst şəkildə bulaq formasında çıxa bilirlər. Hə, gəldik biosferə. Biosferdən də uşaqlar, əsas məsələ nə var? Torpaqların yayılmasına fikir verin. Qalanları boş şeylərdir. Əsas məsələ. Bir də ki, coğrafi təbəqənin inkişafına günəşin və rütubətin təsiridir ki, var olmasının səbəbi. Əsas məsələ torpaqlardır. Torpaqlardakı mən sizə biosferin PDF-ini atmışam. Yəqin ki, PDF-i var. Yenə açım ekranda da. Bu PDF-in üzərisindən işləmək lazımdır. Əsas məsələ. Burada lazım olan bizə bu cədvəldir. Bu cədvəli bildiksə, artıq orada bir problem yaşamırıq. Bir də yadda qalsın nə? Bax, bu cədvələ fikir verirsiniz. Əsas məsələ bunu təkrar edirik. 10-70 məncə burada bizim təkrarda sual cavabda lakin
Problem yaşamadıq biz burada. Bunlardakı həmçinin öz yerində. Nəyə fikir verin uşaqlar? Məsəl üçün olur, birdən hər hansı bir dağ verər dünyada. Deyər ki, məsəl üçün qütbə yaxın dağ olar. Bu dağda e, landşaft çoxdur, bu azdırmı? Belə suallar verir birdən. Yadda qalsın, qütbə yaxın ərazidə landşaft azlıq təşkil edir. Ekvator yaxın ərazidə landşaft çoxdur. Məsəl üçün çox landşaftın olduğu ərazi deyəndə mən hara götürməliyəm? Ekvatora yaxın yüksək dağ. O çox landşaft görə bilərik də. Amma deyəndə qütbə yaxın olsun və ya ağ olsun, yüksək olsun fərqi yoxdur orada artıq. Sonra e, nəyə fikir verin, nəyə fikir verin oradan başqa biosferdən. Bir dənə deyəcəyim yadımdan çıxdı fikrimdə. Landşafta fikir verdik, torpaq bunlara fikir verdik, torpağın yayılmasına fikir verdiniz. Təbii zonaların xəritəsinə Atlasdan baxın. Orada məsəl üçün daha çox fərqlilik görə bilərik. Şey var idi, dəyişkən rütubətli o cümlədən musson meşələri. Biz onu şeydə görə bilərik. Açım xəritəni 5 dəqiqə vaxtımız var. Ona baxaq. Hardaydı? Buydu eləmi? Bax, məsəl üçün, Braziliyanın şərqində, Avstraliyanın şərqində biz nədir? Həmin o dəyişkən rütubətli musson meşələrini görə bilirdik. Hətta Madaqaskarın da şərq hissəsində görə bilərsən bunu. Var. Diqqətli olun burada. Sonrasında bax, məsəl üçün, savanna zonası burada gəlir, keçir hara? Cənuba doğru keçir artıq. Burada gəlir, məsəl üçün, subtropik iqlimə falan daxil olur savanna zonası. Bunu deyə bilərsiniz. Savanna zonası deyəndə, məsələn, İndoneziya ərazisində savanna zonası görmək mümkündür. Görə bilərik. Bunlar istisna şeylərdir. Bəs xəritə yaxşı görsənmir burada. Amma özünüz də yenə bir dəfə göz gəzdirin. Çöl zonası 2 iqlimdə yerləşir Şimal Amerikada, bir iqlimdə yerləşir subtropikdə, Cənubi Amerikada. Buna fikir verin. Məsəl üçün bu ərazilərə bax, bu regionun xüsusən bu regiona uşaqlar fikir verin. Təbii zonasına, iqliminə, iqlim tipinə, limanlarına, çaylarına, nə bilim, körfəzinə, dənizinə, boğazına. Çünki buralar bu dəqiqə qarışıqdır. İsrail-İran müharibəsi falan gedir deyə. Ona görə bu ərazidən sual nəsə gələ bilər. İsrailə ümumiyyətlə fikir verin. İrana ümumiyyətlə fikir verin. Çünki bu dəqiqə biz reklam xarakteri daşıyan işlər görürük də ancaq. Deyirik ki, nə, bu dəqiqə tələbat bunadır eləmir. Bunları edirik, bunlara baxırıq. Biosferdən başqa deyəcəyim bir şey yoxdur. Azərbaycan da biosferini yenə təkrar eləmiş o gün sual, axırıncı sual cavabımız elə onda olub bizim. Oradan da zənnimcə sizə deyəcək böyük bir şey yoxdur. Yenə oradakı lazım olan bizə həmən bu PDF-dir. Azərbaycanın landşaftının PDF lazımdır. Buradakı özümüzü öldürmürük. Bax, bu cədvəli bilmək lazımdır. Torpaqların təbii zona üzərində yayılmağını bilmək lazımdır. Azərbaycanın torpağını tapıramsa, əgər landşaftını bilməliyəm. Landşaftla torpaq tapmaq daha asandır. Hər landşaftın torpağını bil və landşaftın yerləşmə ərazisini bil. Hə, mən bəx nə deyəcəydim, hə. İndi yadıma düşdü. Bax, bu yazdığım qayda var, ha. Bizim bir hər hansı dağ üçün olan qayda. Bu dünyanın dağına keçərli uşaqlar. Orada da sual verir. Məsələn, deyir, ətəyi çöl zonasında yaşayan filan dağ. Get, yəni çöl meşə, subal, alp çəməni, subnival, nival olacaq cavabın beləsinə. Bu ardıcıllığı əzbər bilin. Bu ardıcıllığın içində torpaqları bilin. Ki, hə, qara şabaldır, məsəl üçün qəhvəyi torpaqlar, qonur və qəhvəyi torpaqlardır. Dağ çəmən landşaftıdır, dağ çəmən torpağıdır. Bura buzlaqdır və ibtidai torpaqlardır. Dağ çəməndə toroflu, çinli dağ çəmən torpaqları var idi. 3904 Naxçıvandır. Diqqətli oluruq, meşə landşaftı yox idi burada. Dağ kserofit gəlirdi. Sonra buzlaq 3724 bu düzgün deyil uşaqlar. Nival düzgün deyil burada. Subnival ola bilər. Ən yaxşı halda subnival deyərik. 3724 yanlış dağdır. Çünki o güvən verirdi onu əvvəllər. Ona görə yazmışdım onu. Bir də ki, burada nəyə fikir veririk? 2493 Talış dağlarında düzən meşə, dağ meşə, dağ kserofit gəldi. İnversiya var idi. Kimsə deyir nəsə, Elmin buyur. Bizdə deyir Naxçıvanda ümumiyyətlə meşə yoxdur. Ümumiyyətlə meşə yox demədi ya. Sən niyə Meşə bizə çölə deyirsən? Sən o gün də mən o şeyə baxıram deyirsən ki, deyirəm ki, bəzi ölkələr var ki, qoyunların sayı çoxdur şeydən, insan sayından. Sən qayıt deyirsən ki, müəllim, 9 milyarddan çox qoyun var onda. Mənim Aslan dedi 10 milyard, mənim 9 milyard. 10 milyon Azərbaycan deyir o. Məncə 9 milyard şeydir. Qoyun var. Demirəm ha, dünyada qoyunun sayı insandan çoxdur. Ölkələr deyirəm, bəzi ölkələr. İndi Naxçıvanda meşə yoxdur, yox. Meşə var, quraq meşə var. Orada torpağı qəhvəyi torpaqlardır. Bundan ibarətdir. Bu belə. Bu belə.